Bir kəlmə də mən dərdimi deməyə icazə verəcəksən. Mən, bax onlar da bilir yoldaşlarım. Bu yaşım var, nə evim var, nə yerim var, nə yurdum. İnan Allaha bax bu skamyakalarda, parklarda, düzlərdə qalmışam. Gün sabahda soyuq düşəcək, ölüb gedəcəm. Gör imkan varsa çatdır gələn mənə imkan olan yerdən bir dənə bir otaq, bilim ki ölməyə yerim var. Qadanı da alım sizin, çöldə qalmışam. Onda gəlin belə eləyək də, mənim verilişim əslində əyləncəli xarakter daşıyır, əslində. Amma yəni təbii ki probleminizi dinlədim, üzr istəyirəm ki mən yəni bu obraz geyimində dinləyirəm sizin probleminizi, amma mən sizdən bir nömrənizi hər hansı bir əlaqə vasitəsini götürərəm və ayrıca mən öz səhifəmdə mütləq şəkildə onu paylaşarım, əgər icazə verirsinizsə. Sumqayıtda bax bu mədəniyyət evidir bura. Yəni zəhmət olmasa. Buranın arxasında zirzəmi var. Novostroykanın qarşısında. Siz yaxın nə qədər müddətdə orada yaşayacaqsınız elə? 3 ildir yaşayıram. Hələ davam edəcəksiniz yaşama hələ ki. Zirzəmidir, inan Allaha. Bax, mənim qardaşım, baxsan Allah fikirli. Göstərməyin. Göstər, qoy baxsın. Bax, ağcaqanad nə qədər, buna bax, dizlikdə geymişəm. Səhərə kimi elə pis yerdə yaşayıram, ağcaqanadlar dolur yeyir məni. Narahat olmayın. Mən videonuzu mütləq şəkildə paylaşaram. Yeri də qeyd eləmişik də. Bacardığınız, əgər bizim vasitəmizdən kimsə gəlibsə kömək edəcəksə, nə xoş bizə də, yaxşı? Oldu. Yerimi mənə axtarsalar, bu arxada... Adınızı bir daha. Adım Nərmandır, Əhmədov Nərman Səməndəroğlu. Bax, bu təzə tikilən bina yoxdurmu? Ondan Novostroykanın iki arasında bir zirzəmi var uçur. Nərman müəllim, mütləq mən şəkildə bir paylaşacağım, yaxşımı? Oranın da yəsi var. Orada gələndən sonra mənim axırım nə olacaq? Anladım, mən bacardığım qədər çalışdım kömək edeyim, yaxşımı? Oldu. Çox sağ olun.